Hər kəsə yenidən salamlar. Keçən buraxılışımızda qədim ərəb şeirlərində rükû sözünün fiziki əyilməkdən çox təslim olmaq, aciz qalmaq mənasını verdiyini sübut etdik. Bəli, bu çox aydınlaşdırıcı idi. Amma bilirsən, kimsə deyə bilər ki, şeir başqadır, Quran başqadır. Görəsən, Quranın özündə bu cür məcazi, yəni fərqli mənada işlənən rükû və ya səcdə ayələri varmı? Özü də necə? Elə ən gözəl sübutlar Quranın öz içindədir. Gəl Ali İmran surəsi 43-cü ayəyə baxaq. Allah Taala Həzrəti Məryəmə xitab edərək deyir: Ey Məryəm, Rəbbinə itayət et, səcdəyə qapan və rükû edənlərlə birlikdə rükû et. Məryəm anamız İsrail oğullarındandır, yəni Yahudi şəriətinə tabedir. Ay sağ ol. Bax, Əl-Alusi öz təfsirində deyir ki, bizdən əvvəlkilərin namazında istilahi olaraq rükûnun olmaması icma məsələsidir. Hətta Yahudi ravini Reuven Firestone da təsdiqləyir ki, Yahudi ibadətində fiziki rükû, yəni belin bükülməsi yoxdur. Bir dəqiqə, əgər Yahudilərdə fiziki rükû yoxdursa, Allah Məryəmə rükû et deyəndə nəyi nəzərdə tuturdu? Məhz Allaha qəlbən təslim olmağı, mütəvazı olmağı. Hətta maraqlısı budur ki, Şiə alimləri istər Ət-Təbərsi, Məcmu Əl-Bəyanda, istərsə də Nasir Məkarim Şirazi Əl-Əmsal təfsirində etiraf edirlər ki, Yahudilərin namazında rükû tamamilə yox idi. Deməli, buradakı rükû fiziki hərəkət deyil, bu çox möhkəm bir argumentdir. Bəs Quran başqa peyğəmbərlər üçün necə işlədib bu sözü? Sad surəsi 24-cü ayəyə bax. Orada Davud peyğəmbərin tövbəsindən bəhs edilir və ərəbcə xarra rakian sözləri işlənir. Yəni, rükû edərək yerə çöktü. Məkki bin Əbi Talib, Əl-Məvardi kimi böyük təfsirçilər yekdilliklə deyirlər ki, buradakı rükû sözü fiziki rükû deyil, səcdə mənasındadır. Çünki xarra cəld yerə qapanmaqdır. Bunu ayaqüstə rükû ilə etmək olmaz. Eyni ilə Bəqərə 58-də qapıdan səcdə edərək daxil olun ayəsi kimi. Axı insan fiziki olaraq səcdə vəziyyətində sürünərək qapıdan girə bilməz. Təbəri də deyirdi ki, yəni xuşu və təslimiyyət halında daxil olun. Mükəmməl birləşdirdin. Bütün bunlar sübut edir ki, Quranda rükû və səcdə sözləri çox vaxt qəlbən Allaha təslimiyyət, mütəvazilik mənasında gəlir. Deməli, Vilayət ayəsindəki rükû halında ifadəsi də qəlbləri Allaha tam təslim olmuş şəkildə deməkdir. Yaxşı, tutaq ki, rükûnu həll etdik. Bəs zəkat sözü? Rəvayətdə deyilir ki, Əli üzüyünü sədəqə verdi. Amma ayədə sədəqə yox, zəkat deyir. Üzük vermək zəkat sayıla bilərmi? Bax, bu, Şiə yozumunun ikinci ən böyük dilçilik zəifliyidir. Əl-Qurtubi özünün Əl-Cəmi li Əhkamil Quran kitabının 6-cı cildində çox gözəl vurğuluyur. O deyir ki, Quranda zəkat sözü mütləq şəkildə, xüsusən namazla yanaşı gələndə, yalnız və yalnız fərz olan zəkatı bildirir. Həqiqətən də, Quranın heç bir yerində namaz qılıb zəkat verərlər deyiləndə müstəhəb bir sədəqə, kiməsə verilən bir üzük nəzərdə tutulmur. Təsəvvür edirsən, ayəni Əliyə aid etmək üçün sözləri öz əsl, məşhur mənalarından qoparıb necə məcaza sürükləyirlər. Cəm olan mömin sözünü tək adama yozurlar. Fərz olan zəkat sözünü könüllü üzük sədəqəsinə yozurlar və vəli sözünü dostluqdan çıxarıb siyasi hakimiyyətə yozurlar. Bu artıq təfsir yox, şifrə sındırmaq əməliyyatına oxşadı. Lüğəvi olaraq bu iddianın çökməsi mənə aydındır. Amma mənim ağlımda hələ də çox məntiqi və sadə bir sual var. Əgər namaz qılarkən rükûda sədəqə vermək bu qədər möhtəşəm bir əməldirsə, niyə görə bugün heç kim bunu etmir? Və ən əsası, Əli niyə xəlifəlik mübahisələrində bu ayəni sübut kimi gətirmədi? Bax, elə bu qızıl suallar bizi 6-cı hissəyə, yəni məntiqi ziddiyyətlər bölümünə aparır. Bu sualların cavabını və Şiə təfsirinin yaratdığı o böyük məntiqi paradoksları növbəti buraxılışımızda eşidəcəksiniz.